Bu gün xalq artisti Bəşir Səfəroğlunun anadan olmasının 100-cü ildönümü tamam olur. Milli kino və teatrımızın səhnəsində yaratdığı obrazlar elə bil onun əyninə biçilmişdi, onun üçün yazılmışdı. Başqa biri heç vaxt bu obrazları onun kimi yarada bilməz və ya yaratsa belə bu qədər böyük tamaşaçı alqışı qazanmaz. O təkcə rollarına görə deyil, həm də xarici görünüşü, mimikası, özünü tamaşaçıya təqdim etmə bacarığı ilə də daim seçilib fərqlənib. İllər qərinələr ötsə də, Azərbaycan sənət tarixinə adı böyük hərflərlə yazılan, cəmi 44 il ömür yaşamış Bəşir Səfəroğlu hər zaman hörmət və rəğbətlə yad ediləcək. Bəşir Səfəroğlunun sənəti daim yüksək qiymətləndirilib və o 1964-cü ildə əməkdar artist, 1968-ci ildə isə xalq artisti fəxri adına layiq görülüb. Tanınmış sənətkar 1969-cu il martın 23-də vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.